7 yaşlı bu oğlan məktəbdən çıxır və bir daha evinə qayıtmır. 7 il sonra necə geri döndüyünü biləndə təəccüblənəcəksiniz. 1972-ci ildə ABŞ-nin Kaliforniya ştatında 7 yaşlı Steven məktəbdən çıxıb evinə gedərkən yolunu kəzən iki adamla rastlaşır. Bunlardan biri özünü xristian missioneri kimi təqdim edir və uşağa deyir ki, valideynləri üçün ianə toplayırlar. Kiçik Steven daha heç nə anlamadan maşına mindirilir və o gündən etibarən uşaq yoxa çıxır. Steven'in ailəsi polisə, televiziya kanallarına müraciət edir. Bütün şəhər onun tapılması üçün ayağa qalxır. Ancaq Steven artıq çox uzaqda idi. Onu qaçıran adam Kenneth Parnell idi. O, Steven'a deyir ki, ailən artıq səni istəmir. Məhkəmə sənə mənim baxmağıma qərar verib. Və Steven daha 7 il boyunca Parnell'in oğlu kimi böyütülür. Adını belə dəyişirlər. Yeni məktəb, yeni dostlar, yeni yalanlar. Bu 7 il ərzində başına gələnlər o qədər dəhşətli idi ki, ancaq bu hələ heç nə idi. Çünki bir gün Kenneth Parnell evə başqa bir oğlan uşağı gətirir. Steven'ın o anda verdiyi qərar hamını təəccübləndirir. Videonun davamı üçün kanala abunə olub şərhdə Steven Part 2 yazın. Sizinlə mən Samir Sahidoğluydum. Görüşərik.